Videomuza xoş gəlmişsiniz. BMW M4'ümüzün disklərindən xoşum gəlmir, rəngindən xoşum gəlmir. Və bugün isə Pro Service, yəni öz mərkəzimizdə bu diskləri nə rəng eləyəcəm, necə rənglənəcək, necə kullanacaq, hamısını izləyəcəksiniz. Amma bir dənə xahişim var sizə. O da odur ki, abunə olun, like edin, komentar yazın və bu videonu disklərini təmir və bərpa eləmək fikrinə düşənlərə göndərin ki, görsünlər biz necə spes orijinal diskləri rəngləyirik. Getdi videomuz başlayır. Deməli uşaqlar, lip var deyə nangratın yerini düzəltmişik. Amma yenə də qaldırmaq üçün bax görsən deyil. Yani Passat'ka paşeri kurşunlarımız, lipler ama bizi hiç de dayandıramıyorlar. Biz diyeceğine daha diski ne elədik? Qəs sənə eləyirəm, tutaqasına. Nə işlər görəcəyik? Hə, diski özüm belə çıxartdım. Xoşum gəlmir, qəşəng yolun büyüsü, ünizatır, başqa rəng vurulur. Mən belə istəmirəm. Şimdi mən bir dənə rəng vuracağım bunun üstünə, siz də baxacaqsınız. Black Edition eləyəsən qaqa. Yemək var, yemək var. Azam. Başlatçı verim ben. Ne var senin? Ne var ben? ABD. Ne olur? Ha? ABD ne var ya? Yaxşı, problem yoktur ya. Bu arada bir dənə bunu da göstərim. 555 manatlıq kampanyamı sizə göstərmək istəyirəm. Bax bu mərik xanometridir. İdeal. Zavod bizə zəng eləyir ki, qardaş, bunu necə təmizləyirsiniz belə? Biz o kodları demirik. Maşında polirovka olunur, keramik alınır, şpor olunur, disklərin arasına görə təmizlənir. Bu da maşınımızın sanunudur. O üçün xaroş. İdeal. Getdi aşağı diskləri söküb dağıtmağa. Tozboya var eşitmişim sizde. O özü lazım. Allah'ım Selaman değil. Verək biraz toz boyu. Selaman edilir ya, bu doğrudan deliymiş. O şey var, prank var ya, şap yatırım matası getiren Yol versene, yani sen matası yere çekeceğiz. Sen bana signal vererdin ki yol ver. Səhmanın yüzünü Allah'ın anlasın içeri girəndə görmək lazımdır. Tipiyle bak. Salam yenə. Ver bura. Biz siz nağarır, esmini erir alır, mən dedim ona başdan. Deməli, uşaqlar. Düz Instagram üçün də çəkirik, amma birinci sizə üçün göstərim. Axır ki, illər sonra həsrət bitdi və bu həsrətin bitişini sizə göstərirəm. S1000 RR motosikletin zədəsi, aftermarketləri dəhşət çoxdur, karbon detalları çoxdur. Motosiklet 2023 19.000 yürüşü var və motosiklet yerə yıxılmayıb. Sadəcə o qabaqdakı felapları qırılıb. Yəni plasmasları qırılıb, güzgüsü qırılıb. Muftasına qədər üstündədir. Ya muftasını göstəreyim. Muftası qırılmayıbsa, onda buna ölüm yoxdur. Gözəldir. Allah xeyrimizi versin. İndi bu dəqiqə baynalı edirik və sizə baxın. İllər sonra həsrət artıq bitir. Zaten siz Instagram storylərində çox görmüşdünüz, manifest eləmişdim və bu manifestin nəticəsi buradadır. Sizə göstərmək istəyirəm. S1000 RR karbon detalları çoxdur, aftermarketləri çoxdur, 2023'dür. 19.000 yürüşü var və Allah xeyrimizi versin. Mübarəkdir. Vəssalam, bitdi. Artıq Kosovo'nun bir S1000 RR var. Gəl bura. Motosikletin zədəsi. Bir dənə burada gördüyünüz kimi, burada 2-3 dənə plasması qırılıb. Vəssalam, motosiklet yerə yıxılmıyor. S1000 RR. Hamıya xeyirli, uğurlu olsun. Disklərimizin rəng işi bitdi, artıq maşınımız hazırdır. Günorta demək olar ki, saat 2-də başladı disklərin rəngləməsinə və artıq tozbayla rənglədiyimiz üçün maşınımız tam hazır, balans olunmuş vəziyyətdə
stoykada dayanır. Çünki bizim maşınlar həmişə asfaltda hər zaman hazır vəziyyətdədir. Bu gördüyünüz rəng isə pulverizatorla vurulmayıb ki, axıntısı olsun və yaxud tutsun, o tərəfi bu tərəfi tutmasın, moykada, yağışda, palçıqda, daş dəydi, düşdü, töküldü. Bu söhbətlər yoxdur. Sən bunu sürtməyənə qədər və yaxud naporda, o naporu ki salır, onunsa belə edir. Onda bəli, sən diskin zədə alacaq. Və orijinal qara rəngi tozba ilə belə olur. Görürsünüz ki, çox ideal da parlaqlığı var və diski yumağın öz qayda qanunları var. Sən bunu birinci su ilə, naporla uzaqdan palçığını tökməlisən, sonra şamponla onu yumuşatmalısan, təzədən naporu vurmalısan, tökülsün, sonra maçalka ilə, nano ilə onu şamponlamalısan. Bilirsiniz də bunları ki, bu diskimiz hər zaman sveji qalsın. Adam var, tanıyıram, diski rəngləmiş, yola salmış, gedib palçıqlı onu yuyub, naporu da çırpıb ona gəldirir ki, rəng tökülür. İndi siz yaşayırsınız, mən də yaşayacağım. Baxın, görün bu disk haçan üstünə bir nöqtə kraskası düşəcək, mən sizə göstərəcəm. Ona görə də BMW-mizin diskisini bu rənglədir, çox da gözəl oldu, bəyəndim. İlk dəfədə ki, həyatımda bir qara disk seçmişəm, o da bu rəng bu maşına görə oldu. Çünki bu maşının konsepti onu tələb eləyir və bir dənə orada uzaqdan göstər. Maşınımız artıq hazır. Qara diski də vurduq, karbon da elədik, Gürcistana hava gedirik. Bunu nə qarıyıb? Nədir? Heç özləriniz deyəcəklər görürük. Hə. Все, maşınımız ideal. Bax.